Salam, hər birinizi YouTube kanalımda xoş gördüm. Bugün düşündüm ki, sizinlə 4-cü kursdan bir gün vlogu çəkim. Yəni, universitetə gedəcəm, praktikaya gedəcəm. Bu arada bugün praktikada açıq dərsim var. Biraz da həyecanlıyam. Amma məncə yaxşı olacaq deyə düşünürəm. Oradan da görüntülər salacağım sizin üçün mütləq. Belə dərsim var, iclasımız var. Yəni, bugün çox dolu bir gündür. Belə yəni, indi hazırlaşmışam, evdən çıxacağam, gedəcəm universitetə. Evet, öyləsinə bir vlog. Kanala abunə olmağı və yorum yazmağı unutmayın sakın. Müəllimə deyəndə ağlıma gələn o kombin. Siz Allah may ayında havaya baxın da. Elə bil noyabr ayıydı. Küləkdir, amma soyuq deyil. Nə bilim, amma külək olmaya da bilərdi. Bu dəqiqə çox qəşəng günəşli hava ola bilərdi deyə düşünürəm. Şirinliyinə baxın. Avtobusda qrup yoldaşımla qarşılaşdım. Universitetə gedirik. 2 dəqiqə gecikmişik. 2 dəqiqə gecikmişik çünki 11-i gözləməkdən bir səhər olduq. Gəlmirdi avtobus bir türlü. Külək də ki, imkan vermir. Hə Ayşə, bu nə havadır? Elədir. Çox küləkdir. Birazcık geciksəm də gəldim. O tərəf bizim universitetdir. Burada Dünya Məktəbi. Gəlin bunlara baxaq. Bunlara baxın. Baldılar da, bunlar bal. Uşaqların testlərini yoxlayırıq. Nə? Edit. Edit eləyim sizin videomuzu, eləyəcəm. Eləyəcəm. Salam. İndi tənəffüsdür. Birazdan uşaqlara riyaziyyat dərsidir. Sağ ol. Sonra da mənim dərsim olacaq. Mən də koridordayam. Biraz məşq eləmək istəyirəm. Necə olacaq deyə, necə keçəcəm. Düz evdə məşq eləmişəm. Amma yenə də istər-istəməz narahatam. Çünki biraz yüksək bal almaq istəyirəm. Bunların şirinliyinə baxın. Sən neyinirsən burada? 2 dənə topluş yan yana. Tapşırıq işləyiblər. Gedirəm açıq dərsimi verməyə. Mənə şans diləyin. Salam uşaqlar. Necəsiz? Yaxşı olasınız. Deməli, gəlin sizə bugün təzə mövzu keçərik, amma öncəliklə sizi keçənlərdən xabar vermək istəyirəm. Biz keçənlər sizə sifət mövzusunu keçdik. Deyin görün mənə sifət nəyə deyilir? Buyur Rəsul. Əşyanın əlamətini bildirir və şef. İndi biz bugün sizinlə sifətin digər bir hissəsini keçirik. Məsələn, sizə belə bir sual vermək istəyirəm. Məsələn, bunların ikisi də hansı rəngdir? Yaşlı rəngdir. Amma biz bunları bir-birinə fərqləndiririk. Biz bunları bir-birinə nəyə fərqləndiririk? Buyur Kərimov. Bir gündür, bir saat. Aferin. Ya da məsələn, burada məsələn, uşaqlardan sizin özünə götürsə, məsələn, Kərimovun saçları daha qaradır. Fahinki
atmak. Hulusi. Çok atmak. Neye göre? Çünkü orada çok var. Aferin. Çok da çok atma derecesi əlamətidir. Şimdi gəlin və zəhmət olmasa bunları yoldaşlarınıza kaydırın. Açıq dərsim bitdi. Məncə çox qəşəng keçdi deyə düşünürəm. Yəni pis olmadı, qrup işi oldu. İş vərəqi payladım, mövzunu izah elədim, sual cavab elədim. Məncə çox maraqlı oldu. Ümumi 35 baldır. Hələ balımızı demədi mentor müəlliməmiz. Axşam iclasda deyər. Sizinlə də bölüşərəm. Bu arada mən sizə bir şey deyəcəm. Mən bayaq o belə qəribə hiss elədim özümü. Təsəvvür edin, dərsdə uşaqlar o qədər kömək olurdular. Sizcə, yəni sanki uşaq deyirlər. Sanki böyük bir, yəni böyük adamdılar və başa düşürlər bunun məsuliyyətini ki, müəllimə bundan bala aldı. Mümkün qədər kömək olmağa, dəstək olmağa çalışırlar. Nəsə deyirəm, diqqətlə qulaq asırlar. Mesela sual falan verirəm, hamısı aktivdir, cavab verirlər. O qədər qəribə oldum, o qədər duygulandım. Və qaldım uşaqlar dedim ki, uşaqlar, yəni təşəkkürlər də siz dinlədiyiniz üçün. Gəlin özümüzü alqışlayaq falan. İlk videolarda da görərsiniz. Yəni çox qəribə oldum. Həqiqətən çox şirin idilər. Hələ onlara dərsdən qabaq demişdim ki, uşaqlar dedim. Bugün açıq dərsim var, hamı məni diqqətlə dinləsin, Zarifə demişdim və təbii ki, bunu. Hamısı o qədər şirin, o qədər mehriban, o qədər sözə qulaq asan idilər. Hamısını çox sevdim daha. İndi uşaqlara şahmat dərsidir. Bunlara baxın, necə şirindilər. Praktikam bitdi. İndi gedirəm kantinə, şeylər yeyim. Sonra qalxacağım kitabxanaya. Bu arada bizdə uşaqların praktika saatları fərqli saatlardır deyə. Demək olar ki, həftədə 1-2 dəfə görüşə bilirik o dərslərimizdə. Ya da koridorda falan, koridorda falan. İndi gedirəm yemək yeyim. Sonra da qalxacağım kitabxanaya, slayt düzəltməliyəm. Belə yəni. Bu da Dünya Məktəbinin o möhtəşəm güzgüsü. Bizim universitet burada Xəzərin Dünya Məktəbi. Bu bizim kantinimiz. Kızlarımız buradadır. Gəlirəm onların yanına. Hello. Güzgü bayağı qəşəng göstərir adamı. Sevdim bunu. Kantini hiç sevmirəm Allah haqqı. Çox səs-küy, yemək iyisi falan gəlir. Hiç sevdiğim şeyler değil. Qaldıram. Belə. Bu arada mən bundan öncə də vlog atmalıydım. Çəkmişəm, hazır eləmişəm. Amma ata bilmirəm. Telefonumun yerdə olub. Telefonumun yerdə olduğuna görə mən videonu telefonuma kayd edib paylaşa bilmirəm. Yəni kayd edə bilmirəm. Kayd eləsəm paylaşacağım sizinlə də, amma kayd edə bilmirəm. Sorun da o. Ama geçen vloglar gələcək. Geçen vloglar düşünmüşəm. O çünki sizdən bölüşəcəm. Hələ düşünürəm kantinin takip vaxtıdır. Hər səsi olanda bu bölümə oturmaq olmur. Bizim kızlar markete getdilər. Mən buradayam. Mən də yiyəndən sonra çıxacağım kitabxanaya. Geldim kitabxanaya. Slayt hazırlayacağım. Tabletimi koydum. İndi eşyalarımı koyuram dolaba. Sonra da slayt hazırlayacağım. Kitabxanamız bu şekildedir.
Burada mən işləyəcəm. She will be more fun than with me. Gəlin slaydımı sizə göstəreyim. Anatomiya fənnindəndir. Və sonluğa diqqətiniz üçün təşəkkürlər qoymağı unutmuşam. Burada qızlar da gördüm, yəni ateşdir. Aşağıda məzunların çəkilişi var. Hava o qədər küləkdir ki, normal şəkildə çəkmək olmur. Slaydlarımı bitirdim. İndi çıxırıq. Aşağı qızlar da yanımda qızlar. Aşağı düşürük. Gedəcəyik indi təlimə. Hello. İki tane çok karmaşık şey var. Bir tanesi kozmos, feza, uzay. Çok karışık gerçekten. Hatta Michio Kaku diyor ki, fütürist, şuna karar verdim diyor ya, bu kadar büyük bir şey olamaz diyor ya. 14,5 milyar yıl gördüğümüz galaksi. Bir de insan aklında almadığı bir şey var. Sınırı çiz, sonrasında ne var? Diyelim ki evren bitti. Arkasında ne var? Sonsuz insan aklı bu problemi çözemiyor. Pedagojinin Bakü'de, hani Türkiye'de de var. Onun kurucusuyum. Kendimize göre bir psikolojik yaklaşım modelimiz var. Onu tatbik ediyoruz. Diğer tarafta ne de var? Sertifikatları verirlər, bizim müəlliməyi də verdilər. AFAD. Mən də sertifikatımı aldım. Təlim maraqlı idi, süni intellektlə bağlı idi. Sonda da sertifikatlarımızı verdilər. Bizə sıxıcı olmadı, uzun uzadı olmadı, söz yığını kimi deyildi. Xoşuma gəldi, bəyəndim. İndi bizim mentorla görüşümüzdür. Dünya məktəbindəyik. Belə yəni, gedirik, ikinci mərtəbəyə qalxırıq, oradan iclas. Bu şəkildədir dünya məktəbi. Hamımız buradayıq. Bu da bizim uşaqların sinifi. Bu arada biz sana bugün uygun giyinmişik. Aksana. Məzun paltar taxırsan. Sikdirirəm uşaqlar. Məzun çəkilişimizin də vaxtı biraz gecikdi. Mən nə salon danışmışdım, nə proqram Mən də salon düzəltmişdim. tapa bilməmişdim, bəxtim gətirdi. Paltarım son günə hazır olacaqdı. Yaxşı şey belə olub keçdim. Xeyirlisi Gedim gözəl. dərslərimi eləyim. Evet. Gəlin sizinlə də bölüşüm. Normalda imtahandan 60 bal alacaqdım, amma mənə magistr imtahandan 54 bal gəldi. Məndə də 50 gəldi. Kodlaşdırmada etdiyim səhvlər baxımından baxıram ki, doğru yazdığıma ulduz qoyublar. Deyirəm, buna niyə ulduz qoyublar? Görürəm 2 variant qaralamışam. Qaydaların 5-i də düz idi. Məndə qaydalar düz oldu, mətnlər pis idi. 3 dənəsi düz Yaxşı idi şahid. məndə. Məndə normalda incisindən 11 gələcəkdi. 6 gəldi. Məndə də olan oldu. gəldi. 7-10-da Keçən keçdi. Amma Uğurlarım. yenə də 54-dən girə bilərsən. Məncə. Bu lövhənin proqramı. Lövhənin adı proqram lövhə olmasını istifadə etmək olur nə dərəcədə? Yəni ticarət proyektindən bilmək olur. Bu arada boş sinif lazım idi mənə. Bu sinifə girdim və gördüm burada piano var. Çox qəşəngdir. Dedim sizə də göstərim. Bayaq doluydu, bura indi bomboşdur. Mentorla görüşümüz bitdi. İndi gedirəm dərsə. Gedirik dərsə. Belə yəni. Yorğunam. Çox yorulmuşam. Hər təqdimatım var. Müəllim, bugün quizimiz var bizim.
Göstərəcəm. Quizimiz var. Mən bunu indi öyrənirəm. Amma mənim də təqdimatım var. Sizi də göstərəcəm. Ya da yox. Təqdimatım belə-belədir. Hakikati deyirlər ona, daha sürətlidir. Sonra baxırsan ki... Mənim bugünkü mövzum... Deməli, səninlə siz 4-cü kursu, tam tutarınız var, 2-ci kursa. Kimi göstərdiniz, bu alaşanız ki, Bal qaldıra bilər, bəs mən balımı qaldırsın. mən deyirəm. Mənim ballı qızım balını desəm qaldırarsınız. Əgər yaxşı sual versək, biz səni... Hə. Mümkün verdiniz verin, mən heç vermədim. Mənim heç balım var ki, azaldasınız. Hə. Obşim uşaqlar, deməli mənim bugünkü mövzum bugünkü mövzum sinir sistemi xəstəlikləridir. Sinir sistemi xəstəlikləri sinir hüceyrələrin və sinir sistemlərinin digər hissələrinin zədələnməsi və ya deməli mən birinci dərs təqdimatımı elədim. Sonra ikinci dərs quiz yazdıq. Quizdə kim tez yazırsa çıxır. Yəni dərsin bitməyinə hardasa yarım saat qalıb. Mən də quiz yazdım, çıxdım. İndi evə gedirəm və yağış yağır. Dəhşətli dərəcədə. Baxın, su damlacıqları burada. Dəhşət yağış yağır. Gedirəm evə. Universitetimizin hər tərəfi qapıdır. Və mən sürəkli bu yumru qapıdan keçirəm. Bir dəfə bu qapıya dəymişdim. Çünki hər tərəf şüşədir. Keçəndə tap yapışmışdım o qapıya. Ancaq küləkdir. Allah. Sevmirəm bu havaları da. Heç sevmirəm. Belə yəni dedim universitetimizin və dünya məktəbinin fonunda sizdən sağollaşım artıq. Evə gedirəm. Evə gedəndən sonra da yəqin ki sabah da təqdimatım var. Yəni sabahlarda təqdimat edəcəm. Hətta 2 fəndən. Yəni gedib dərs oxuyacağam. Ona görə sizinlə sağollaşım artıq. Özünüzə yaxşı baxın. Sağ olun. Kanalıma da, videolarıma da like atın mütləq. Kanalımdakı videolara da baxın. Hər birinizi sevirəm. İnşallah növbəti vloglarda görüşərik. Belə yəni. Özünüzdən müğayət olun. Hələlik. Bu arada mən sizə nə deməyi unutdum. İndi evə gələndə yadıma düşdü. 35 balı 32 bal aldım. 32 bal verdilər. Evet. Bu bir güzel nəticədir.